Herkese salam kimidir, ama burada qablarım var, onları yumalıyam. Herkese salam, kanalıma və yeni bir vloguma xoş gəlmişsiniz. Bu işıqdan niyə belə sirkələmə olur bilmirəm. Bir dəqiqə otağın işığını söndürüm, gəlirəm. Dayandı nəhayət ki. Deməli qızlar, başlamışam təmizliyə. Otaqdan qəribə belə səs gəlir, echo kimi. Həqiqətən evdə pəncərə, pərdə daha doğrusu düş çıxanda, bir də ki xalça evdə olmayanda belə qəribə bir boşluq olur da, echo gəlir. Nəysə, hazırlaşmışam. Suyum, təmizlik bezim, ən çox sevdiyim qurulamaq üçün olan bezim. Çay dəsmalıdır əslində o, amma mən onu təmizlik bezi kimi ayırmışam. Və sarı güc. Sarı güc ərkləri çox yaxşı tez aparır. Düzdür, əvvəlki qədər güclü deyil sarı güc, Asperox, amma pəncərədəki yağış ərklərini yaxşı aparır. Ona görə indi tez başlayırıq təmizləməyə. Bu arada kanalıma yeni gələn izləyicilər var. Hər kəsə xoş gəlmişsiniz deyirəm. Aktiv olsanız, bol yorum yazsanız və mənə abunə ol sözünün yanında zil butonu var. Mütləq onu basın əziz xanımlar. Çünki onu toxunanda o zaman bütün bildirişlər sizə həmən gələcək və yəni vaxtı-vaxtında videolarım gələndə sizin izləməniz mənim üçün çox vacibdir. İlk 2 gün ərzində xüsusən çox vacibdir bu. Kanalımın irəli getməsi üçün çox rica edirəm. Bu nüanslara diqqət edin və sona qədər izləyin. Çevirmədən, yığmadan videonu inşallah ki izləyərsiniz. Belə, pərdələri çıxartmışam. Bir-birini atıram yumağa maşına. Keçək pəncərələri silək. Ondan sonra pol falan, nə bilim, mebel hamısını inşallah təmizləyəcəyik. Bu arada bayram qabağı, yəni yeni təqvim ilinin gəlməsinə son bir həftə qalıb və mən dedim ki, başlayayım artıq dərindən təmizliyə, çünki neçə vaxtdır dərindən təmizlik etmirəm. Ancaq pülsoslayıram, silirəm, belə üstdən toz alıram. Dərindən təmizlik vaxtı idi. Başlayaq. Buna baxın, nə vəziyyətdədir. Bu setkaları da çıxardacağım, çünki bu otaqları açmırıq, soyuq olur. Bu setkaları da çıxardacağım ki, də yuyacağım, qəşəng qurulayacağım, qoyacağım yerinə. Bir də yayda. Bunlar belə çıxartmasam, bunlar xarab olarlar. Yəni çıxardım bunu. Və pəncərənin gününə baxın. Dəhşət yağış yağıb. Bax, bu dünənin yağışıdır. Qızlar, uzaqdan kameram qoyub çəkə bilmirəm, çünki onda bütöv düşürəm. İstəmirəm də yəni belə bütöv düşmək. Belə. Buralar görürsünüz, boşluqdur bizdə. Burada ev tikiləcək, hələ tikməyiblər. Bir qonşunundur, bura 4 sotdur. İnşallah ev tikəcək, neysə, belə. Birinci bu ən iri köpü tozu deyirəm, götürün palçığı. Sonra başlayayım, buna baxın. Sonra başlayaq. Buralar da oldu tərtəmiz. Belə. Bu arada keçən səfər bir izləyici mənə sual verir ki, Vivian, siz pəncərə falan siləndə hicab taxırsınızmı qızlar? Hicab taxmıram, amma kapüşonlu köynəklər geyinirəm. Yayda hicab taxıram. Amma qışda kapüşonlu köynəklər geyinirəm. Yayda da nazik belə kasınka kimi hicablardan taxıram. Çünki burada da, o yanda da evlərdən bizim ev görünür də, yəni pəncərədən. Kimsə baxıb görə bilər ki, xeylıq var. Ona görə taxıram əlbəttə ki. Amma öz həyətimə düşəndə taxmıram. Qapını bağlayırıq, taxmıram. Bu arada bu radiatorları da demək, Ömərin ad gündə 7 noyabr dərindən təmizləmişəm. Qurulamağa da ehtiyac yoxdur. Əslində, prosto yenə də quruluyuram. İstidirəm. Çünki sıraz quruyur. Buranın da pərdəsini belə çatmışam. Bunları da aparacağım, bir atacağım. Bu da çikli su. Gedim dəyişim. Gedim qonaq otağına, mətbəxi də təmizləyim. Bir də qızlar, baxın. Bu, imенно bu otaqdakı
radiator da nəsə belə həmişə bura saralır. Bilmirəm niyə saralır bura. Baxın görürsünüz. Çıxır rəng. Birbaşa bunun üstünə püskürtməyin, çünki onda belə toçka izlər qalır radiatorun üstündə. Amma belə bir qubqanın üzərinə əlavə eləyib eləyin. Belə qəşəng. Baxın. Rəng bütün özünə gəlir. Baxın. Sarsır, görürsünüz. Sonra da bir təmiz bezlə belə üstündən keçin. Bir dəfə belə çırnava silək. Sonra qəşəng silək. Belə. Və buranda. Bura əsl mərmər deyil. İmkan olmadı bura mərmər eləməyə. Və sürüşkən materialda şeydə padakolikdə də pəncərə önü. Və onu mütləq belə sürtmək lazımdır. Görsünüz rəngi açıldı. Və Ömər tuvalet dərslərimizi tamamladı. İmtahanı verdi. Tamamlanıb tuvalet dərsləri məşqanın xalçanı aça bilərəm. Artıq özü öz deyinə deyirsə ki, mama getmək istəyirəm mən. Demək qorxumuz yoxdur. Bunu açaq qızlar qəşəng. Dənə düzəldim yazıq əzilib. Düzəldim gəlirəm. Və qızlar burada bir ton maşın bu otağa yığışır. Bu çantası da Ömər'in otaqda idi. Hamısını dedim bu çantaya yığım. Aparım o bir otağa. Всё. Qızlar buralar da belə səliqəli oldu. Xalçanı da nəhayət ki sərdim. Onda otaq belə dolu görünür. Həm də soyuq olmur. Nə yalan deyim, belə qonaq otağında olmayanda xalça nə qədər ev isti olur olsun, adamın ayağı bir ki üşüyür. Belə hər yan sərgərdir. Divanda təmizləmişəm. Də oraları çəkmədim. Çünki dediyim kimi çox tez iş görürdüm. Bir dənə Ömərin orada tırın saxlamışam ki, Ömər oynayacaq. Birazdan bilirəm ki, ona görə qoymuşam orada. Bu da təmiz bezdir. Bunu gətirdim indi. Lüstr siləcəm, nə bilim, şifanyerin falan şüşəsini ondan siləcəm. O qəşəng silir qurdur ona görə. Burada da Ömərin maşınları yığmışam. Aparım, yer veririm. Bu da vitamini də aparım, qoyum yerinə. Gəlim. Buralar isə
təmizdir. Pulları silmişəm. Hər yan gül kimidir. Amma burada qablarım var. Onları yumalıyam. Son halı sizə göstərirəm. Hamamı təmizləmişəm. Hamamı izləyicilər çox xoşlamır deyə çəkməyim. Ona görə çəkmirəm. Belə. Burada yəni belə bir şey yoxdur. Sadəcə pərdə yoxdur deyə belə dağınıq görünür. Amma hər şey yerindədir. Bu stulu aparmıram ki, qalxanda ora bizə lazım olacaq. Belə. Всё. Bu bir otaqda da həmçinin sadəcə pərdələrini də asacağam. İndi bunları yer-ver eləyək. Qəşəng. Mən burada demək 5 falan da tozunu almalıyam. Tozunu alacağım. Heç nə. Belə yığır oyuncaqlarını, maşınlarını bura. Ümumiyyətcə Ömər mənim uşaqlığımda kimidir. Elə atası da belə dağdan uşaq olmayıb deyilənə görə. Belə əşyalarının qədrini, qiymətini bilən uşaqdır. Şükür Allaha. İnşallah bu qədər hər şeyin ona dəyər verilən, alınan hər bir şeyin dəyərini bilsin inşallah. Belə tələm-tələsik qıram, belə düzəldirəm. Sonra yenə onsuz gün artıq dağıdır. Başda belə qoyuram ki, katastrofanı azaldaq biraz ortalıqdan. Bu maşından baxın, görün neçə dənə şey alıb, dəst aldı aslında. Burada da belə bunun maşınları, portable maşınları. Bunları yerinə qoyaq. Əlbəttə ki, tərəzimə qədər silirəm. Quruduram yerinə. Belə. Ömər görməsin deyilir belə. Tombaları da sildim. Bu bakırvalı da bugün atacağım, yolsun. Çıxardacağım çünki istərsiniz pərdənin tozu falan hamısı bunun üstündədir bu dəqiq. Götürüb bunu da fırladacağım. Və qızlar, mən hazıram, gedirəm aylıq bazarlıq etməyə. Aylıq bazarlıq deyəndə ki, əslində bir çox şeylər var evdə, amma yəni ayın sonuna doğru artıq bəzi şeylər alınmalıdır. Market alışverişini eləyəcəm bugün. Saat hal-hazırda 8-in yarısıdır. Tez gedək alışverişimizi eləyək, çünki sonra mən tək qalacağam və vaxt olmayacaq nəsə almağa evə. Sabah isə inşallah ki, ət işini ayrıca yoldaşım özü həll eləyəcək. Bugün sırf marketdən alacaqlarımıza gedirik almağa. Belə, bizə yaxşı yol, biz gedək. Yol üstü mama gedəcəyik, Öməri göstərəcəm nənəyə, babaya, biraz oynasınlar. Bilmirəm, biz bəlkə harası gedərik yoldaşımla, bəlkə elə biraz mama gedə vaxt keçirib gələrik. Artıq gedişatda görəcəyiz, istəyirik. Elə getdik, karton falan götürüm. Evlər qızlar elə bil ki, nəfəs alır. Bilmirəm, sizdə də elədir. Evi təmizləyəndə elə bilirəm ki, nəfəs alır. Hər yer nəfəs alır. Mən bunu hiss edirəm. Dəli oluram, təmizlik dəlisi olmuşam. Yoxsa hamı belə hiss edir. Belə, giyinək gedək. Paltomu da burada giyinim. Paltomu da burada giyinim. Yoldaşıma dedim ki, nə giyinim? Başqa təzə aldığım sviterlər falan var, nə bilim, hicablar var. Dedi, bunu giyin, sənə bu rəng yaraşır. Deyirəm, o gün bir izləyici də yazıb ki, sizə bu yaşılın bu tonu yaraşır. Yoldaşım deyir ki, hə, düz deyirlər, yaraşır bu rəng tonu. Belə, bu arada bu paltonu da keçən ay almışdım. Bilmirəm, sizə göstərmişəm, göstərməmişəm. New Yorker'dan almışam. Belə çox uzun deyil yerindən, amma məsələn, boş şalvarla geyinsən, rahatdır da, yəni bağlıdır hər tərəfə. Belə, gedək. Boğazın belə də eləyə bilərsən, belə də eləyə bilərsən, soyuqda, baxın belə. Da düyməsi var, qəşəng. Mən tələsik indi düzəltdim. Neyse, mən gözlüklər getdik. Çocuk
Soyuq olmasın. Vur qapını açsın baba. Neydi geldi? Ömer geldi be baba. Baba bilirdi. Deməli qızlar, Öməri qoyduq evə. Gəldik yemək yeməyə. Elə mama gelin evin yanında Boran restoran var. Çox uzağa getmədik ki, çünki gec olacaq. Biz Öməri əslində şəhərə apardıq, biraz gəzdirdik. Amma təbii ki, bu uşaqla baş-başa qalmaq mümkün deyil. Yəni ən azından mən beynimi dincəltmək istəyirəm. Heç olmasa həftədə bir dəfə ki, bütün həftə təzədən güc yığım. Və 2 həftəyə yaxındır ki, ümumiyyətlə tək qala bilmirəm özümlə. Ona görə yoldaşım gətirdi məni bura. Çox uzağa yenə deyirəm getmədik, çünki get qayıt vaxt gedir. Ona görə Öməri qoyduq nənə babanın yanına. Zaten onu gəzdirdik. Bu da Boran restoran qəşəng dekor ediblər, qəşəng hər şey mükəmməl, super idi. Yeməyi də super idi. Tam yeməkləri heç çəkmədim. 2-3 cür bir şeylər, maraqlı yeməklər sifariş vermişdik. Belə indi gəlmişik mama gilə. Bu arada burada mama Ömərə evin yanında papaq aldıq, sürpriz. Baxaq görə necə reaksiya verir. Ay ne güzel. Sürpriz. Keşke yaşlı. Oy ne güzel oldu. Ömer sana. Aman ya Allah. Ne güzel Ömer. Ömer sen dedin ki bana sürpriz eləyim, biz de sana aldık bunu. Tak bir dene bakayım aşkım tak. Gördün mü? Aman kurban olurum sen. Sana sürpriz. Ya diyorum. Her şey yaraşır. Bakan kimi dedim bu benim oğluma yaraşacak. Giyin bakayım. Hemen Ay ol. Allah. Dön baksın nene sana Bakın dön ne dön. güzeldi. Hala onun yaşıl köynəyi var bayramdan giyince. Yolka şəkilləri. Yolka şəkilləri. Orada senin başka sütlukan var. Nene girdədir. Stəkanda içdik. Can, götür hayatım götür. İçmiş elədi. Ha? Ha özü. Oo, nene girdireceksən özün. Aferin sana. Bir tuvalete istəyirəm. Başa saldıq ki yoxdur, o yoxdur. Aha. Ha. Otuzdurduq ora oluyordu elə. Sonra Aferin. gözləyir deyib. Qızlar, mən sonra çəkmədim. Çünki mama gilə oturduq, biraz çay içdik. Bir 15-20 dəqiqə onlarla söhbət elədik, çıxdıq, gəldik. Aldıqlarım bazarlıq da çox idi bu arada, onu da deyim. Ona görə onları yerbəyə etmək lazım idi. Çox artıq gec olurdu. Belə, orada da eşitdiniz də, mama ilk dəfədir ki, nəvəsinin tualetə getdiyini görüb deyə çox sevinirdi tipik nənə. Sevinirdi, onu mənə danışırdı ki, artıq mama gildə də gedir. Çox şükür ki, Ömər tam olaraq pampersdən yəni çıxdı. Nəhayət ki, düzdür, bir ayda çıxıb, amma mama gildə qorxurdu getməyə. Ümumiyyətlə heç qarşıqa da getmirdi mama gildə. Amma gedir orada da, yəni deyir orada da, onlara da deyir. Əvvəl mənə tək deyirdi, indi onlara da deyir. Nəysə, belə. Şirniyyat almışıq bunları İran mağazasından aldıq. Çox qəşəngdir, çəki iləndir, həm də sərf eləyir. Nə bilim, düyü, qreçka, bildiyiniz mərci. Burada da məşqə gəlib buna restorandan 2 dənə rəngli turubuşka gətirmişdim ki, buna maraqlı olacaq bilirəm. Biraz başı qarşısın deyə turubuşkaları verdim ona. İndi oynayır, gedir, gəlir. Belə qızlar, həm şampun, sabun, həm diş pastası, təmizlik vasitələri, belə şeylər aldım. Yəni alınmalı idi artıq. Qubqaya qədər, yəni bildiyiniz evə batareykaya qədər almışam ki, hər ehtimala qarşı evdə olan da əlimin altında mənə rahat olur. Toyuq, sinə əti, ketçup, mayonez, nə bilim yağlar, hər şeydə aldıq. Və bunları indi tez-tez yerbəyer eləyim. Tez üst başımı dəyişim. Öməri yaxalayıb yatızdıracağım. Ona görə də videomu burada dayandırıram. Əgər siz də vlogu bura qədər izlədinizsə, çox rica edirəm abunə olmağı, yorum yazmağı və bəyənməyi unutmayın. Eyni zamanda yaxınlarınızla da videolarımı bölüşüb paylaşa bilərsiniz. Onlar da abunə olub dəstək olsunlar.